Gel gel. Gel kardeş gel. Gel. Bak bu şansı bırakma ha. Bak deyirəm sənə. Nəyin varsa satmaq istəyirsən, şəxsi tikili ev istəyirsən, bu şansı buraxma qətiyyən. Qapın bağla zəhmət olmasa, hörmətli izləyicilər, evimiz budur. Özü üçün tikilmə 11 sotun içində Mərdəkanda, təzə yolda, təzə yolda. Bütün restoranlar var ya, bax buradan çıxdığın o tras var ya, məşhur tras. Gedir Buzovniya, Zagulba, Bilgah gedən yol. O yolda bütün restoranlar burada. Bax bu yola yaxın belə bir mülk. Yəni super evdir. Evin elə əşyaları, tikintisi, həyəti bazası var. Yaxşılıq deyirsən, qardaş görsədəcək, yaşıllıq deyirsən. Yaşıllığı da var, nə qədər istəyirsən, nə valım. Gəl bura. Deməli belə, başlayaq buradan. Evimizi çəkib göstərdiyim qıraqdan. Bura 2 maşınlıq avtomobil üçün qaraj, qardaş. Çək görsət. Narahat olmayın, tərtəmiz inşallah təmizlənib verəcək sizə. Ha, ki gedək ora, yaşıllığın içinə. Evimiz 400 kvadratdır. Otaqlar hamısı təmirli, əla, elə mebellər hamısı keyfiyyətlidir. Burada bu qazanxanasıdır. Burada belə deyək də, elə bir ki bir dənə də ev. Qardaş 80 kvadrat metr. Onun 8-ə. Gəl bura. Meyvə ağaçlarıdır ya. Buna bax, buna bax. Hamı deyir ki, şəxsi tikili ev istəyirəm. Mən makler ev istəmirəm. Həyətində ağacı olsun, filanı olsun. Qiymət də ki, münasib olsun. Bax, bura belə bir dincəlmə otağı. Mən belə adlandırardım bunu. Onun 8-ə hamam tuvaleti var. Ataq sapşıfqa, üstü, kondisioneri, hər bir şey. Gedək indi evlə tanış olaq. Deməli, 4 yataq otağımız yuxarıdadır. 2 dənə də otağımız aşağıda. 6 otaqlıdır. Yəni, burada nəsə deyim ki, nəsə çatmır. Biraz gülməli çıxar. Müşahidə kamerasızdadır. Hamısı mövcuddur. İndi deyirsiniz, fikirləşirsiniz ki, yaxşı, bunun baseyni də var, qardaş. Filtrli hovuzdur. Bax, bu vəziyyətdə. 5-in 10'a, hörmətli izləyicilər. 5-in 10'a. Evimizdəki, baxın da, bax, qardaş, Ağlay daş deyə. Kabançıq və Ağlay daş. Yəni, pul bıraxıblar. İndi dediyim qiymət var ha. O dediyim qiymətdən bu evin sahibi ondan da artıq pul bıraxıbdır. Manqalımız buradadır. Buradan da evin girişi var. O tərəfdən də, mərkəzi tərəfdən də girişi var. Böyük tərəfdən də çəkdin. Evimizin qiymətini deyim sizə. Neçədir evimizin qiyməti? 625 min. Bu boyda ev. Endirimimiz olacaq. Olacaq. Endirimimiz də olacaq, hörmətli izləyicilər. Manqalı üstü bağlıdır. Yolda təbii ki, indi hə, yəni bir şəxsi tikilidir bu ev. Yəni fantastik olmayacaq qiymət. İndi endirim olacaq. Bura bax, terasıdır. Terasıdır. Fikir verdiniz. Buyur ki, heç qardaş. Yəni təmirinə pul çıxardaq əqqabımızı. Təmirinə pul verilməyəcək, hörmətli izləyicilər. Çünki təmirlidir evimiz. Kim alsa Allah xeyir versin, qardaş. Burada belə bir dolab. Qonaq otağına baxaq. Döşəməsi parketdir ya, qardaşlar. Birinci mərtəbədir, ikinci mərtəbə parket, hamısı puldur ya. 400 kvadrat parket görünür. Əşyalarımız qalır ya, yox. Hə, bax, bütün mebel, qismən, hə, bəzi şeylər indi ola bilər götürürsün. Yəni, burada belə deyək də, çatışmayan şey yox. Damafonumuz. Burada hörmətli bir dənə mətbəxə baxaq. Mətbəxdə də ki, hər şey var. Mikrovalnov soba. 2 sensi, buna bax. Bu boyda. Samsung. Qabyan. Bu nədir belə? Qardaş, bu nəsə gizlinin bir yerdir. Köprü poldur ya. Deyən yox, aşağıdan yanır. Ha, buradan. Kladovkadır. Kladovkadır. Qəşəng kladovka. Xoşuma gəldi. Kuxnada kladovka yaxşı şeydir. Hə, burayla da qutardıq. Staleşnitsa düz ortada. Buradan çölə qapı var. İstəsə çıxa bilərsiniz. Bu da qəşəngdir. Buna bax. Qəşəng belə suvenir qazadı yığırsan. Hə. Yəni içki də yığmaq olar. Ora suvenir və s. və laxa gedir. O tərtəmizdir ha, bax. Bir dənə pul bıraxmayacaq. Qonaq otağına baxdıq. Bir dənə hamam tuvaletinə baxaq. Birinci mərtəbədəki. 4 dənə yuxarıda. Bilirəm, 4 dənə. Hə, bilirəm, çoxdur hamam tuvaletdən. Maşallah, yuxarı qalx.
Ha, videomuz uzun olur. Nəyə görə? Çünki evdə böyük daxil, qurban sənə 400 kvadrat, bax, parket, qurban sizə. 1, 2, 3, 4. Baxaq bura, gəl. Bu birinci yataq otağımızdır. Hər otaqda da split kondisioner mövcuddur. Bu bir. Sonra, baxaq bura, bu iki. Buranı da qəşəng ediblər, xoşuma gəldi. Bu iki, valideyn yataq otağı. Radiatorlar hamısı italyanski, yəni ucuzdur. Özü üçün tikibdə kişi. Otağın içində hamam tualet. Qardaş, bu otağa uyğun split kondisioner də var. Yəni hamısını fikirləşiblər. Baxıram ki, hamısı girişi, çıxışı, mebelləri düzülüb, heç nəyə meşatlığı yoxdur. Bu ümumi sanuzeldir. Deməli, 2 dənə yataq otağına baxdıq. Bu ümumidir, yəni yataq otaqlarının içinə aidiyyəti yoxdur. Bu üçüncü yataq otağımızdır. O ən geniş yataq otağı elə budur, qardaş. Ev əla evdir, qurban sənə. Elə açığı mən tərtəmiz aboyları hamısına baxıram, çölə aid olan tərəfi də. Bu üçün oralarda bir qaraltı, ləkə mərkəzədə olur. Video kameranın monitoru buradandır. Bu otaqda böyükdür. Bu otağın içində hamam tuvaleti də var. Pərdələr, kravat, hamısı uyğunlaşıb, hamısı əladır. Videonu mütləq bölüşün, xahiş edirəm. Bu da bu otağın içində olan hamamla ayaq yolusu. Yəni bir dənə deçik otaqdan başqa bütün otaqlarda sanuzeli var. Bir də balkonumuz. Çıx bir dənə balkona. Ya Allah. Gəl qardaş, gəl. Qiyməti 625 min dedik. Aşağı yeri olacaqdır. Kim alsa Allah xeyir versin. 070 858 31 44. Videoya bəyən işarəsini basmağı unutmayın. Sağ olun.